Vətənpərvərlik çox geniş məna daşıyır. Bir, o deyil ki, vətənpərvərlik gedib müharibə edib, yaxud da ki, gedib vətəni silahla mühafizə etməkdən ibarətdir. Yox. İnsan gərək həyatının hər devrində, fəaliyyətinin bütün sahələrində vətəninin qayğısı ilə yaşasın, ölkəsinin qayğısı ilə yaşasın. Onun həm iqtisadiyyatının, həm siyasətinin, həm mədəniyyətinin qayğısı ilə yaşasın. Və bunlar hamısı vətənpərvərlikdən doğan bir şeydir. Vətənpərvər insan öz mədəniyyətində inkişafını istəyir, öz iqtisadiyyatında inkişafını istəyir, öz dilinin də inkişafını istəyir, öz təhsilinin də inkişafını istəyir, xalqının rifah halının daha da yüksəklərə qaldırmasını istəyir. Bunlar hamısı vətənpərvərlik demək, məfhumuna daxil olan anlayışlardır.